Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum. Terrorçu Siyonist rejimi Türkiyəni vuracağı ilə hədələyir. Quldur Siyonist rejiminin Türkiyəni hədələməsində məqsədi baş qatışdırmaqdır. Bunun üçün də belə bir hiləgərliyə əl atır. Güya Türkiyə hökuməti bunların düşmənidir. Biz müharibənin gedişatından da başa düşürük ki, bunlar hər hansı bir mühüm işi həyata keçirməkdən ötürü belə hiləgərliklərə əl atırlar. Amerika və İsrailin İrana zərbə vurmaq yerlərindən biri də Türkiyə və Azərbaycandır. Siyonist rejimi Türkiyəni hədələməklə fikirləri Türkiyədən yayındırmağa çalışır. Siyonist rejimi Qəzzanı bombardman edəndə ona ən çox köməkçilik edən dövlətlərdən biri də Türkiyə dövləti idi. Bunun üçün də Türkiyə xalqı meydanlara çıxdı və öz dövlətlərindən tələb etdilər ki, Siyonist rejimi ilə iqtisadi əlaqələrini dayandırsınlar və onlara köməkçilik etməsinlər. Bu günləri Siyonist rejimi Türkiyəni vuracağı ilə hədələməkdə məqsədi də mühüm bir hadisəni həyata keçirmək istəyirlər. Nədir bu mühüm hadisə? Terrorçu Amerika və İsrail rejiminin İrana hücum planlardan biri də yerüstü əməliyyatıdır. Rusiya dəfələrlə İrana bu barədə xəbərdarlıq etdi, sözsüz ki, İranın da bundan xəbəri var. Terrorçu Amerika və İsrail rejiminin bu əməliyyatı həyata keçirməkdən ötürü ən yaxşı kartlarından biri də terrorçulara başçılıq edən münafiq Erdoğandır. Bildiyimiz kimi bir neçə gün əvvəl Erdoğanın başçılıq etdiyi Suriyanın Kalstuklu terrorçu başçısı Türkiyədə Erdoğan və Azərbaycan prezidenti ilə görüş keçirdi. Bu görüşlər zahirdə göründüyü kimi deyil. Bu görüşlərin batinində çirkin planlardır. Söhbətimdə əsas məqsədim Azərbaycan xalqına xəbərdarlıq etməkdir. Diqqətli olaq ki, terrorçu Amerika və Siyonist rejiminin çirkin mənfəətlərinin qurbanına çevrilməyək.